Rus dili bilənə iş var yoldaşlar, rus dili bilənə iş var. Mən sizə bir neçə işdən bəhs etmək istəyirəm. Burada təkcə sırf rus dili bilənlər üçün olan işlərdən deyil, həmçinin paralel olaraq ingilis dili biliyi tələb olan işlərdən də bəhs etməyi planlayıram. Misal üçün, rus dili bilirsinizsə yoldaşlar, məşhur bir şirkətdə, Mətənət şirkətlər qrupunda planlama üzrə təcrübəçi işi var. Planlama da elə bir sferada ki, o, yəni perspektivli bir sahədir. Ödəniş də ödəyirlər, yəni təcrübə proqramı olsa da, yəni belə deyim, təcrübəçi işi olsa da, yəni ödəniş də ödəyirlər sizə, yəni narahat olmayın. 5 günlük iş rejimidir. Əsas məsələ sərbəst yazılı və şifahi ünsiyyət bacarıcı olmalıdır rus dilində. İş təcrübəsi də tələb eləmirlər, narahat olmayın. 20-30 yaşlı olun, ali təhsilli olun, ofis proqramlarından, elektron post və internetin istifadə bacarığınız olsun. Yeni proqramların öyrənilməsinə açıqlığınız olsun. Açıq olun. Belə bir variantı var. Həmin şirkətdə təxminən aşağı-yuxarı belə deyək, başqa bir vakansiya da var, yəni xəbəriniz olsun. VMS sistemi üzərindədir. Ambar əməliyyatları üzrə də iş var. Belə deyim. Sonra şəxsi assistent işi var yoldaşlar, Ağa şirkətlər qrupunda. Bu sizdən tələb edir həm mükəmməl səviyyədə ingiliscə, həm də rus dilini tələb edir. Və beynəlxalq işgüzar səfərlər üçün səyahət etmək zəruriyyəti var. Yəni, buna da hazır olmalısınız. AI agent, automation və s. üzrə ilkin anlayışlarınız olmalıdır. Bundan əlavə mən sizə azalda olan az şərtli bir işdən də bəhs etmək istəyirəm. Amma o ki, burada 2 dənə dil biliyi var. İngilisi və rusu yaxşı bilməlisiniz, ofis proqramlarını bilməlisiniz. Və hətta ali təhsilli olmasanız olar, peşə təhsiliniz varsa müraciət edə bilərsiniz. Məlumat və bronlaşdırma üzrə agent işidir. Sonra xarici dili bilənlərə rekruter işi də var yoldaşlar. İşə qəbul üzrə mütəxəssis işi də var. Head Start-dadır. Tələblər nədir? İngilis dilini minimum B2 səviyyəsində bilin, rus dilində mükəmməl bilin. Güclü ünsiyyət və təqdimat bacarığınız olsun. Xarici dil bilənlərə həmçinin koordinator işi də var. İngilis dilini yaxşı bilməyi tələb olur yoldaşlar sizdən. IELTS-iniz belə deyim 6.5 və yaxud da yuxarı olmalıdır. Ondan sonra ən azı əlaqədar sahə üzrə bir illik iş təcrübəniz olmalıdır. 1200 manatlıq bir işdir. 5 günlük iş rejiminə malikdir. Bundan əlavə menecer assistent işi də var yoldaşlar. Superfonda. Bu işdə sizdən rus dilini B2, İngilisi A2 səviyyəsində tələb edir. Ofis proqramlarını bilməlisiniz, xüsusilə də Excel işləmə bacarığınız olmalıdır, ali təhsilli olmalısınız. Bu işlərə də müraciət etməkdə dəstək istəyirsə və yaxud da digər işlərlə də tanış olmaq istəyirsə, ümumiyyətlə kitab bazasını çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi kanalda qeyd olunubdur. Siz bu videonu harada görürsünüz? YouTube-da mı görürsünüz? YouTube-da görürsünüzsə, kanala diqqət edəsəniz, görmürsünüzsə də şərh yazıb soruşa bilərsiniz və yaxud da TikTok-da görə bilərsiniz. Kanala daxil olaraq Toğrulacı adlı sözü yazıb TikTok-da axtarış verərək və yaxud da bu videonun adının altında da Toğrulacı sözü yazılıb. O sözə toxunaraq da kanala daxil olub oradan əlaqə vasitəsini tapmaq ola bilir.